narkotika Yox deyil. Marneoli'də narkotik vasitələrin istifadəsinə qarşı maarifləndirmə məqsədi ilə təşkil olunan Narkotika Yox adlı futbol çempionatı başa çatıb. Turnir çərçivəsində Marneoli mərkəzi bazarında fəaliyyət göstərən telefon satıcıları arasında keçirilən oyunda Bozqurtlar və Wolf komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma həm iştirakçılar, həm də azarkeşlər üçün maraqlı anlarla yadda qalıb. Maç Wolf komandasının 11-7 qələbəsi ilə başa çatıb. Oyun Marneolinin Çözdük adlanan ərazisindəki futbol meydançasında keçirilib. Təşkilatçılar bildiriblər ki, çempionatın əsas məqsədi sağlam həyat tərzini təbliğ etmək, gəncləri idmana cəlb etmək və narkotik aldatçılığına qarşı ictimaiyyətin diqqətini çəkməkdir. Vurğulanıb ki, bu kimi təşəbbüslər gənclərin zərərli vərdişlərdən uzaq durmasında mühüm rol oynayır. Bu gözəl qardaşlarımızın hər biri Marneoli ticarət mərkəzində, Marneoli bazarında telefon satan qardaşlarımızdır. Kreativ ideya yaradıblar və onlar narkotika yox deyirlər və bir yarışma keçirdilər. Futbol yarışması. Bugün isə finaldır. Bunların hər birini məhz özləri öz ceblərindən xərcləyiblər. Bugün bazarın önündə telefon satanlar və bazarın arxa tərəfində telefon satan iki komandanın final oyunu qalıb. İnşallah bizə yaraşan şəkildə oyunu davam elətdirərik, bitirərik. Dostluq, qardaşlıq çərçivəsində əslində təşkilatçı olmaqla məni buna itən elə bu insanların özü oldu. Mənə dəstək oldular ki, belə bir çempionat keçirək, fərqindəlik yaradaq Marneolidə. Biz də bunu davam elətdirdik. Məqsədimiz odur, dostluğumuz, qardaşlığımız daima güclənsin, hər zaman bir yerdə olar, narkotika son deyil. Çempionatın sonunda qalib komandaya kubok və medallar təqdim olunub. Qeyd edək ki, turnirin bütün xərcləri iştirakçılar, telefon satıcıları tərəfindən qarşılanıb. Yarışdan sonra onlar forma və futbol toplarını eyni küçədə yaşayan yerli sakinlərə hədiyyə ediblər.